Toyunu niyə sən idarə eləmirdin? Nə bilim, Alma xanıma sual verin də. Alma xanımın toyunda heç mənim xəbərim yoxdur ki, toydan. Necə? Toy danışılmışdı, toydan sonra bildim ki, toydu. Toydan sonra yox, daha doğrusu onlar danışmışdılar toyu. Mənə bacım zəng vurub deyəndə ki, filan gün toy dedim, ay bacı, bunu mənə bir deyin də, axı mən toy danışmışam. Toy götürmüşdüm mən də həmin günü. Mən də gəldim toy yesinə dedim ki, mən sizin behevizi 2 qat qaytarın. Mənim bacım qızının toyudur da, mən toyda iştirak etməliyəm. Dedi, yox, mənim əhdim var, arzum var. Toy yesinin, bəyin atasının toyunu mən oxumuşdum. Hə. Dedi, mənim əhdim var, İzzət. 26 il bundan qabaq mənim toyumu sən oxumusan. İndi də oğlumun toyudur, toy oğlumun toyunda sən çox oxuyuram elə toylar. Kiçik toyunu oxumuşam, böyük toyunu oxumuşam. Və yaxud öz toyunu oxumuşam, indi oğlun toyunu oxuyuram, qızın toyunu oxuyuram. Mənim dedi, əhdim var, xahiş edirəm. Bilirəm, Alma xanımın toyudur. Mənim qardaşımı da çağırıb, Vüqar Əhməd mənim qardaşımla dostdur. Sən elə o toy yiyəsi ilə bərabər bilmirsən, eyni zamanda bilmirsən. Hə, dedi ki, toya mən sənə icazə verərəm, 1 saat gedib gələrsən. Xahiş edirəm, bizi incitmə. Da kişi gördüm, dedim, başla. Neysə, saat 9-da toy yiyəsinə dedim ki, mən gedim daha xahiş edirəm. Dedi, 9-a candı bir sənə eləmişəm. Dayanmadan oxuyuram ki, toy yesin gözünü mazol eləyim ki, toydakılar da biraz bestinə mənə 1 saat mən oxumayanda, yəni deməsinə ki, o bu İzzət harda qaldı. 2 dənə qız oxuyan aparmışdım toy özümlə, bir oğlan oxuyan. Onları verdim qabağa ki, oxuyum gəlirəm. Mindim tez maşına, gəldim toya, girdim içəri, tez səhnəyə birbaşa. Elçin Hüseynov aparırdı toyu. Tez mənə söz verdilər, oxudum, təbrik elədim. Qohum əqrəbə ilə görüşdüm orada, çıxdım, qayıtdım, gəldim toyuma. Neçə mahnı çatdırdın? 15 dəqiqə oxudum, 35-40 dəqiqə toyda oldum. Hamı qohum əqrəbə, tanış çox, onunla görüş, bununla görüş, ona yaxınlaş, buna yaxınlaş, onunla görüş, öpüş, bununla qucaqlaş, bununla nə. Belə bir gördüm ki, toydan çıxmaq lazımdır. Vüqar Əhmədlə münasibətiniz pis idi ki? Yox,